Herkese salam dostlar. Java seriyamızın birinci bölümüne hoş gəlmisiniz. Bugünkü bölümdə mən sizə Java-nı necə qura biləcəyimizi öyrədəcəm. İlk öncə hər hansı bir browser daxil olursunuz və search hissəsinə JDK download yazırsınız. Daha sonra ilk çıxan səhifə, yəni Oracle səhifəsinə daxil olaraq aşağı indirirsiniz. Burada sizə 3 dənə işlətim sisteminin adını verir. Linux, Mac OS, Windows. Mən hal-hazırda Windows işlədirəm deyə Windows seçirəm. Siz bunu öz seçiminizə uyğun olaraq seçirsiniz. Və burada hərəsinə uyğun olaraq seçimlər var. Məndə hal-hazırda ən uyğun olan x64 installerdir. Bu linkin üzərinə gələrək yüklüyorsunuz. Mən də hal-hazırda yükləmişim deyə buna ehtiyac yoxdur mənə. Amma siz eləməlisiniz əgər təzəsinizsə Java-ya. Daha sonra isə IDE lazımdır bizə. IDE ümumiyyətlə nə deməkdir? IDE-nin mənası Integrate Development Environment deməkdir. İki növ olur kod yazmaq üçün. IDE, bayaq izahını verdiyim və editor. Editorun ümumi olaraq Visual Studio Code və yaxud sadə Visual Studio. Amma bizə hazırda ən uyğun olan IDE-dir və IDE-nin də ən yaxşı versiyası IntelliJ Download, yəni IntelliJ-dir. Bunu da yükləmək üçün Download yazırıq. Bu cür belə Python-dır, Java-dır. Bu cürlər üçün ən uyğunu JetBrains-dir. JetBrains özü bir IDE səhifəsidir və buradan bütün IDE-ləri yükləmək olar. Yəni proqramlaşdırma dilinə uyğun olaraq. Gəlin burada daxil olaq. Bunu özünüzə uyğun seçirsiniz. Daha sonra bu hissədə Download, elə bir ki, IntelliJ IDE Download bura daxil olursunuz və yüklənməyə başlayır. İndi mən bunu eksirim, çünki mən bunu yükləmişdim. Yükləndikdən sonra onun qurulumunu edirsiniz. Gəlin də qurulumu da yükləyək, göstərim sizə. Burada göstərir ki, siz artıq yükləmişsiniz, ehtiyac yoxdur. Qurulumu çox sadədir, yəni hamısını next basaraq həll edə bilərsiniz və yaxud orada adını dəyişdirmək hissəsində dəyişdirə bilərsiniz. Axırda bir hissə var, onu da oxuyaraq yəni başa düşə bilərsiniz ki, sizdən nə istəyir. Qurulumu etdik. İndi gəlin səhifəyə daxil olaq, IntelliJ-ə daxil olaraq. Açıldı. Bu mənim bayaq yazdığım kod idi. Buna hələ ki ehtiyac yoxdur. Gəlin səhifəyə baxaq. Burada run hissəsi var, klassik run hissəsi. Python-la da tanışsınız. Daha sonra burada debugging var. Burada more actions. Fayıllar var. Burada layihə fayılları. Burada yeni layihə yaratmaq üçün edit view və s. və s. Burada layihələr sırası. Bu build, bu run, bu services. Terminal ən əsas yerlərdən biridir bəlkə də. Daha sonra problems, yəni problemlər buradan baxa bilərik və version control. Və sizin özünüzə uyğun olaraq, yəni məsələn də bunu run edərkən bunun belə yaşlı rəngdə çıxıb gözünüzü yaşlı rəngdə çıxması üçün, yəni gözünü daha rahat görməsi üçün bunun çox sadə bir yolu var. Buradan settings'ə daxil olursunuz. Daha sonra buradan console colors'dan bu hissəyə color nədirsə bunun oxunuşunu bilmirəm. Axır bu hissəyə daxil olursunuz və burada console colors'a daxil olduqdan sonra belə bir hissəyə ayrılır. Burada system output, standart output bizim daxil etdiyimiz və yaxud onun bizə verdiyidir. Ona görə bunu mən bu rəngi dəyişdirmişəm. Error output olsa qırmızı rəngdə olsa daha məntiqlidir. Bunu OK edirsiniz və daha sonra bunu control mouse'un wheel deyirik. Onun təkərini belə fırlatmaqla yaxınlaşdırmaq, uzaqlaşdırmaq üçün isə yenə settings'ə daxil olaq. Daha sonra bu hissədən General'a daxil oluruq. General'da belə bir səhifə açılır. Səhifənin ilk təklifi Change font size with control plus mouse wheeling. Bu aktiv editor, all editors, yəni işlətdiyiniz bütün editorlarda təsir edə bilər. Mən hələ ki aktiv editor seçirəm, amma bunu özünüz istədiyiniz cür ayarlaya bilərsiniz və burada da əlavə settingslər var. Bu istədiyiniz cür edə bilərsiniz. Buna da OK deyirik. Ümidvaram Java qurulum
bölümünü başa düşdünüz. İkinci bölümdə, yəni tapşırıq bölümündə görüşənədək.